Salam əziz yoldaşlar, hər birinizi xoş gördük. Biz sizinlə Güvən Nəşriyyatın bugün keçirdiyi buraxılış sınaq imtahanının Azərbaycan dili suallarının izahına baxacağıq 9-cu siniflər üçün. İzahdan öncə əziz izləyicilər, sizdən bir xahişim var. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın, zəhmət olmasa. Keçək sualların izahına. Hansı cümlələrdə qayıdış növdə olan feil işlənmişdir? Yağanağı qızarmışdı, əlləri göynəyirdi. Deməli, qızarmaq sözü sadə sözdür. Qızar sözün köküdür. Mış qrammatikdir, qrammatik. Bu oldu məlum növ. Əlləri göynəyirdi. Göynəyir də sadə sözdür. Bu da məlum növdür. Biri çıxırıq. Göyün üzü tutuldu. Göyün üzü tutulmaq, tutdan tutuldu qrammatik. Bu olur qayıdış növdə. Göy üzü öz-özünə tutulur. Hava qaralmışdı, seyrək qar yağırdı. Baxın yoldaşlar, burada hava qaralmışdı ifadəsi, qaralmaq ifadəsi çaşdırması. Köç və şəkçi ayıraq feili. Qaradan qaral, mış qrammatik, d qrammatik. Burada bir dənə leksik şəkilçimiz var, l. L deyə bir növ şəkilçisi də yoxdur. Söz yox, hava qaralmışdı cümləsi qayıdış məzmunu var, amma qayıdış növdə deyil. Çünki feilimiz belə deyək də bir həm sifətdən yaranmış sözdür, həm də l bir dənə leksik şəkilçisi var, o da l-dır. L deyə bir növ şəkilçisi keçməmişik. Qayıdış növün şəkilçisi ıl üstü 4, ın üstü 4 ola bilər. Olur yəni. L deyə bir qayıdış növ şəkilçisi yoxdur. Ona görə 3-ə çıxırıq. O da işdən gəlib, bəlkə dincəlmək istəyir. Dincəlmək istəyir. Bu məlum növdə. İşdən gəlib. Gəlib də sadə feil məlum növdə. Bu 4-də çıxdıq. Sonra pişik sobanın altına sərilib. Pişik özü sərilib də, düzdürmü burada? Deməli, kök və şəkilçi arayırıq. Görürük ki, sər sözün kökü il leksik şəkilçi, ib də qrammatik şəkilçidir və pişiyin sərilməyi qayıdış növdədir. Cavab olur 2. İki 5. C variantı. Sonra deməli, çoxaltma dərəcəsində olan sifətin işləndiyi cümlələrə müəyyən edin. Lap qoca olanda, baxın, qoca olmaq belə deyək də feildir. Burada lap sözü sizi çaşdırmasın. Ədat işlənəm, amma qoca olmaq feil olduğu üçün bunu çoxaltma dərəcəsi götürə bilməliyik. Məktəbimizin olimpiyada daim ən ilk sıralarda, bəli, ilk burada sifətdir və ən sözü sifətə aiddir. O olur çoxaltma dərəcəsi. 2-ni götürürük. Ölkəmizdə çox qədim zamanlarda qədim sifətdir. Çox da ona aid olan ədatdır və yaradıb çoxaltma dərəcəsi. 2-3. Gec gəldiyim üçün düz axırıncı sırada oturmalı oldum. Burada ümumiyyətlə sifət yoxdur ki, biz onu çoxaltma kimi götürək. Olduqca gözəl qızdır. Gözəl sözü sifətdir. Olduqca ədatı da ona aiddir. Yaradıb çoxaltma dərəcəsi. Cavab olur 2, 3, 5, D variantı. Xeyirxahlıq sözünün fonetik təhlili. Sözü kök və şəkilçi ararıq. Olur xeyir, xahlıq. Q, yəni x-ya keçir bircə. Hərflərlə səslərin sayı bərabərdir, bəli. Sayda dəyişiklik yoxdur. Bircə q, x-ya keçib. Qarşılığı olmayan 3 samit işlənib. Baxırıq tələffüzə. 1, r, yəni r, h, bir də l. 3-dür. Bu da doğrudur. Kar samitlə başlayıb, kar samitlə bitirir. Bunu baxırıq tələffüzə. Bəli, x ilə başlayıb, x ilə bitir. X samiti x kimi tələffüz olunur. Bu yanlışdır. Belə bir ümumiyyətlə qayda yoxdur. Bağlayıcı işlənmiş hansı cümlələrlə qurursa sadədir. Məni gördü, ancaq nədənsə duyğu düşdüyü hiss olunurdu. Hiss olunurdu, nə? Nədənsə duyğu düşdüyü. Bu bir cümlədir. Görmürdü, kim? O. Bu sadə cümlə deyil. Bu mürəkkəb cümlədir. Burada bağlayıcı var. Amma sadə cümlə deyil. Mürəkkəb cümlədir. Biri çıxdıq. Bu yol ancaq qələbəyə aparacaq. Biz də buna inanırıq. Baxın, burada D bağlayıcıdır. İnanırıq ki, biz qələbəyə aparacaq. Nə yol? Bunun hər birinin, hər bir cümlənin öz mübtəda və xəbəri var. Belə deyək də, bu mürəkkəb cümlədir. 2-ni də çıxdıq. 1 ilə 2-ni çıxanda elə cavab ya B olacaq, ya C. Ona çox ev göstərilib. Göstərilib nə ev? Ancaq bağlayıcı var. Heç birini bəyəndirə bilməyiblər. Heç birini bəyəndirə bilməyiblər. Bu da qeyri-müəyyən şəxs cümlədir. Bu müəyyən şəxsi cümlədir. Birinci tərəf bu qeyri-müəyyən şəxs cümlədir. Bunların birləşməsindən yaranıb mürəkkəb cümlə. 3-ü çıxırıq. Əvvəl onunla danışmaq istədim mən.
Ancaq bağlayıcı var. Etibar eləmədim, yenə də mən. Bu isə həmcins xəbərli sadə cümlədir. Cavab olur yalnız 4, yəni B variantı. 31. Təyin işlənməyən cümləni müəyyən edin. Bundan sonra üsyançılarla ciddi və qanlı döyüşlər başladı. Başladı nə? Döyüşlər. Necə döyüş? Qanlı döyüş. Təyin var. Biri çıxdıq. Bizə doğru irəliləyən izdihamın sevinci hədsiz çox idi. Çox idi nə? İzdihamın sevinci. Hansı izdiham? Bizə doğru irəliləyən. Burada da təyini var. 2-ni çıxırıq. Cavab qalır 3-4 A variantı. Baxaq. Xudat bəyin atlı dəstəsi vağzalın yanında dayandı. Dayandı. Harada? Vağzalın yanında. Nə vağzalın yanında dayandı? Xudat bəyin atlı dəstəsi. Burada təyin yoxdur. Bizim həmin döyüşdə son hücumumuz səhər başladı. Başladı nə zaman? Səhər. Nə başladı? Bizim hücumumuz. Üçüncü növ təyin söz birləşməsinin ifadə olunmuş mübtəda. Burada da təyin yoxdur. Keçirik növbəti suala. Fe'li bağlama tərkibi işlənməyən cümləni müəyyən edin. O yana bu yana qaçdıqca toz torpaq havaya qalxacaq. Qalxacaq. Nə? Toz torpaq. Nə zaman? O yana bu yana qalxdıqca. Fe'li bağlama tərkibidir. A'nın çıxdı. Çaylar qovuşur, bir-birinə qarışmadan iki rəngdə axırdı. Necə axırdı? Bir-birinə qarışmadan. Fe'li bağlama tərkibi var. Xoş bir yaz günündə yaxın dostlarını da götürüb bağa getdi. Getdi. Haraya? Bağa. Necə getdi? Yaxın dostlarını da götürüb. C-ni də çıxdıq. Yadındadırmı? O məktəbdə oxuyanda necə şən bir qız idi. Qız idi. Nə zaman? O məktəbdə oxuyanda. Burada da var. Cavab olur E variantı. Ağlayaraq istədiyi şeyləri etdirməyə vərdişə çevirmişdi. Vərdişə çevirmişdi. Nəyi? Ağlayaraq istədiyi şeyləri etdirməyi. Burada bir dənə fe'li bağlama var. O da belə deyildi. Özündən əvvəlki sözü özünə tabe eləyə bilməyib. Cavab olur E variantı. Cümlənin birini ümumi şəxsi cümlədir. Ən kiçik uşağı belə unutmurlar. Qeyri-müəyyən şəxsi cümlə. Səncə sabah kimi göndərəcəklər? Qeyri-müəyyən şəxsi cümlə. Uşaq olan evdə silah saxlamazlar. Bu cavab olur C variantı. Ümumi fikirdir, ümumi şəxsi cümlədir. Cümlələrdən biri qurursa digərindən fərqlənir. Məni kabineti dəvət etdi, yer göstərdi. Məni kabineti dəvət etdi. Kim o? Yer göstərdi. Kim o? Bu sadə cümlədir. Sadə. Rəngi qızarmışdı, gah sağa, gah sola baxırdı. Gah sağa, gah sola baxırdı. Kim o? Qızarmışdı. Nə rəngi? Bunun hər birinin belə deyim, mübtəda və xəbər var. Bu mürəkkəbdir. Sonra hiss etdim ki ilə bağlanıb. Yenə də mürəkkəbdir. Tabeli mürəkkəb cümlə. Gözüm əlində idi. Hər hərəkətini izləyirdim. İzləyirdim mən. Əlində idi. Nə? Gözüm. Bu isə bunun da mübtəda və xəbər. Bu da mürəkkəbdir. Cavab A qalır. A sadədir, qalan mürəkkəbdir. Həvəslə getmişdik, ürəyimizcə qarşılamadılar. Bu qeyri-müəyyən şəxsi cümlədir. Həvəslə getmişdik biz. Bu isə müəyyən şəxsi cümlədir. Bu da mürəkkəb cümlədir. Cavab oldu A variantı. Bütün sözlərin düzəltmə olduğu cərgəni müəyyən edin. Qızarmaq sadədir. A çıxdı. Qızışmaq düzəltmədir. Qızdırmaq düzəltmədir. Qaraca sadədir. B də çıxdı. İtki. İtdən itki düzəltmə. İtdən itir maqmək qrammatik düzəltmə. İtmək isə sadədir. C də çıxdı. Bağlamaq. Bağdan bağla maqmək qrammatik. Bağdan bağlı. Bağdan bağban. Cavab olur D variantı. Sevmək sadədir. Sevgi düzəltmədir. Sevindirmək düzəltmədir. Cümlələrin birində həm hal, həm də mənsub şəxsi qəbul etmiş isim işlənmişdir. Nəfəsini dərib yola davam etdi. Buradan nəfəsini dərmək frazoloji birləşmədir. Bu nəfəsini mən sözünü təhlil eləyə bilmərəm. Parçalaya bilmərəm. A-nı çıxdıq. Kəndin girəcəyində. Bax, elə cavab B-dir. Kəndin girəcəyi i mənsubiyyətdir. Dadə də yerli hal şəklisidir. Sonra kitabların hamısını. Burada da var mənsubiyyətlə hal, amma isim deyil. Bu əvəzlidir. Evlərin çoxu burada da var, amma çox saydı. İgidlərimiz burada da mənsubiyyət və hal var, amma igid sifətdir. Keçək mətn suallarına. Mətndən tanış olmayanlar videonu saxlayıb, mətni oxuyub izaha baxa bilər. 37-ci sual. Ədalətin azadı qabağa keçmək
təklif etməsi hansı məqsəd daşıyırdı? Mətnlə tanış olanlar artıq cavabı çıxartmaq daha rahat olur. Özünün daha yaxşı lider olduğunu Azada və başqalarına başa salmaq, belə bir şey yox idi. Azadın bacarıqsız olduğunu onun üzrə nümayiş etdirmək, xeyr. Azadın liderlik qabiliyyətinin yüksək olduğunu sübut etmək, xeyr. Komandanın taleyinə görə məsuliyyəti Azadın öhdəsinə buraxmaq. Bəli, D variantı. Çünki orada deyirdi ki, bu gecə gedib çatacağıq ora, cəmaət ac qalacaq. O məsuliyyəti öz üzərinə götürmək istəmirdi. Biri ədalətin xarakterindəki ziddiyyətli məqamlara aid deyil. Keçmişdə xalq uğruna mübarizə aparsa da indi bu məsələyə kinə ilə yanaşır. Bəli, keçmişdə adam müharibədə iştirak edib, döyüşüb. Amma burada deyir, indi nə xalq bazlıqdır deyir. Yəni bu indi nə xalq sevməkdir deyir. Yəni zidd fikirdir də onun xarakterinə. Çünki əvvəl adam xalqını fikirləşib döyüşüb, amma indi deyir ki, nə xalq bazlıqdır. Ona görə bunu götürmürük. Mərhəmətli və heyvansevər olsa da ümumi iş naminə atlarla kobud davranır. Mərhəmətli və heyvansevər deyildi də adam. Cavab olur B variantı. Mətnə görə Azadın xarakterində olan cəhətləri müəyyən edin. Azad mərhəmətli adam idi. Bəli, elə o atın vurulmağına görə reaksiyasından bilinir. Hazır cavab idi. Hazır cavab olduğunu da hardan bilirik? Burada deyirik, söz altında qalmırdı. Cavab qaytardı, söz altında qalmırdı. Cavab olur 1-3, yəni E variantı. 40-cı sualda mətnə görə düzgün fikirləri müəyyən edin. Mətnə görə müəyyən etmək olar. Azadın yaşca ədalətdən kiçik olduğunu müəyyən eləmək olur. Bax elə girişdə var. Ədalət Azaddan 10-15 yaş böyük idi. Deməli Azad ədalətdən kiçik imiş də. Bunu müəyyən eləmək olur. Azad və ədalətın adlarının rəmzi məna daşıdığını mətndə yoxdur. 2-ni çıxırıq. Mətnə görə müəyyən etmək olmur. Komandanın neçə nəfərdən ibarət olduğunu bəli, müəyyən etmək olmur bunu. 3-ü də götürürük. Azad və ədalətın təzəliklə tanış olduğunu bəli deyir ki, elə yolda qatarda tanış olurlar. Ədalətlə də qatarda tanış oldu. Elə təzə tanış olurlar yəni. 4-ü müəyyən etmək olur. Cavab olur 1-3, yəni A variantı. Mətnə görə geoloq peşəsi ilə bağlı düzgün fikirləri müəyyən edin. Geoloq. Geoloq peşəsi ilə bağlı yeraltı mağaraların təhlükəsizlik vəziyyətini qiymətləndirirlər. Bunların belə bir əməllərini görmürük biz mətndə. Biri çıxdıq. Baxın, birləri çıxırıq. Əsasən laboratoriya şəraitində işlər və tədqiqatlar aparırlar. Belə bir şeylərini də görmürük mətndə. Peşələrinə olan bağlılıq onları rahat həyat şəraitindən uzaqlaşdırır. Bəli, belə ola bilər də. Məsələn, deyir ki, elə burada öz fikirləri var. Deyir, rəngi solmuş sətin pencəyinə baxıb düşünürdü. Boynunu ardını tük basıb. Bu isti evini buraxıb özünü dağa daşa salır. Məsələ yalnız qazancdadırmı? Müharibə də olub, bir şey olub. Və görürsünüz, isti evini buraxıb özünü dağa daşa salır. Ona görə 3-ü götürə bilərik. Uzun və ağır səfərlərə çıxaraq fiziki yorğunluqlar üzləşdirir. Bəli, onlar məsələn elə qatarla gəlirlər, sonra atla o dağları dırmaşırlar. Bu da uzun və ağır səfərdir də. 4-ü də götürə bilərik. Cavab olur B variantı. 42-də mətndəki hadisələrin düzgün arzını müəyyən edin. Ədalətə Azadın sərt reaksiyası, dağ yolunda qarşıya çıxan çətinliklər, yeni tanışlarla maraqlı yolculuq, ədalətin ziddiyyətlə təmkinli münasibəti. Burada birinci gələcək 3. Yeni tanışlarla maraqlı yolculuq. Bu əvvəlki hissədədir. Lap əvvəldə. Sonra gəlir dağ yolunda qarşıya çıxan çətinliklər. Dağ yolunda qarşıya çıxır, çətinlik çıxır. Ondan sonra o qamçı ilə vurur atı. Atı vurmağı ilə ədalətə Azadın sərt reaksiyası olur. Bir gəlir, axırda da ədalət o reaksiyaya təmkinli münasibət göstərir. Yəni belə deyir, o hissinin soyunmağından indimi, yoxsa Azadın coşmağından indimi? Hissi soymuşdu, heç nə eləmədi yəni. Cavab oldu 3-2-1-4. O da E variantını öz eşini tapıb. Mətndə qarşısında rəqəm yazılmış hansı cümlələrdə bütün sözlər həqiqi mənada işlənmişdir? Baxırıq. Azad digər geoloqlarla da, ədalətlə də qatarda tanış oldu. Bu həqiqi mənadadır. Ədalətə Azaddan 10-15 yaş böyük idi.
Bu da həqiqidir. 1-2. Ona görə də azadla danışanda zarafatı nəsədə çox əl atırdı. Əl atmaq məcazdır. 3-ü çıxdıq. Azad baş geoloqa cavab qaytarmasa, cavab qaytarmaq məcazdır. Söz altında qalmaq da məcazdır. 4-ü də çıxdıq. 3-ü 4-ü çıxırıq. Yeri gəldikcə, yeri gəlmək məcazidir. Demək cavab olur 1-2. 1-2. Yalnız 1-2 C variantı. Mətndə çərçivə içərisində verilmiş ifadə hansı cümlədə eyni mənada işlənmişdir? Çərçivə daxilində ifadəyə baxırıq. Deməli, çərçivə daxilindəki ifadə hansıdır? Buraxıb. Bu isti evini buraxıb özünü dağa daşa salır. Buraxmaq, tərk etmək. Bilmədən ipi buraxdım. Bu yox. Mən heç vaxt sizi yaxınıma buraxmaram. Yox. Bu fürsəti əldən buraxsam qanım qaralar. Bu da yox. Babam vətənini buraxıb tərk edib gedə bilməzdi. Cavab olur D variantı. Mətnə əsasən heç nəyə baxmayaraq azad ədalətin davranışına haqq qazandırır. Deməli, fikrinin doğruluğunu sübut edin. Demək yoldaşlar, baxın biz ən axırda görürük ki, deyir, azad dinmir, ədaləti düşünür. Qəlbində gör nə qədər kin var, kürəni necə vurdu. Amma sonra deyir ki, bəs necə olsun, axı tələsməliyik. Yəni bu cümlə deməyə əsas verir. Hardasa bir ürəyinin bir dərinliklərində adam onunla razılaşır da. Çünki biz tələsməliyik, gecikirik, çatmalıyıq ora. Belə yazmaq olar. Azadın ədalətin onun atına qamçı ilə vurmasına etiraz etdiyi nəticədə nə oldu? Ədalət, belə deyək də. Ədalət dedi ki, onda sən keç qabağa. Sonra kürən daha sürətlə yeriməyə başladı. Səbəb nə idi? Çünki burada var deyir. Ədalət atını tez-tez qamçılayır, dincəlməyə macal vermirdi. Kürən də qamçının zərbələrini eşidib addımlarını yeyinləyirdi. Yaza bilərik. Ədalətin çəkdiyi qamçı səsini eşidirdi. Qamçı səsini eşidirdi. Ona görə də yəqin ki, qorxurmuş deyə özü də addımlaymış. Qan köçürülməsi mətnin. Yenidən mətni saxlayıb oxuya bilərsiniz. Baxaq, qan köçürülməsinin inkişafı ilə bağlı tarixi ardıcıllığı hansı variantda düzgün verilmişdir? Heyvanlar üzərində təcrübələr, heyvan qanının insana köçürülməsi, qan qruplarının müəyyən edilməsi, qan banklarının yaradılması. Elə cavab A variantı olacaq. Çünki əvvəl görürük, bax burada deyir ki, həkim heyvan qanının digər köçürmək üzərində təcrübə aparır, heyvanlar üzərində yəni təcrübə alır, sonra heyvan qanını insana köçürməyə cəhd edilir. Lakin mənfi nəticəsi olur da. İnsan köçürür, sonra qan qrupları müəyyən edilməsi, qan banklarının yaradılması. A variantı uyğun gəlir. Qan köçürməsi ilə bağlı ilk elmi cəhdlərə dair hansı fikir doğrudur? Francis Foley heyvan qanının insana köçürməsinin uğurlu olduğunu sübut etdi. Xeyr, uğurlu deyildi, uğursuzluqla nəticələndi, mənfi nəticələr oldu. Heyvanlar üzərində aparılan ilk qan köçürmə təcrübələri dərhal insana tətbiq olundu. Bu da xeyr. Qan köçürməsi ideyası yeni deyil və ilk təcrübələr heyvanlar üzərində aparılmışdır. Cavab olur C variantı. İlk qan köçürmə təcrübəsi müsbət nəticə verdi. Xeyr, heyvan qanının insana köçürdülər, mənfi nəticəsi oldu. Heyvan qanının insana köçürməsi müəyyən şərtlər daxilində uğurlu olmuşdur, uğurlu olmayıb. Plazma toza çevrilməsi və yenidən bərpa olması nəyə görə əhəmiyyətlidir? Qan qrupunun uyğunluğu vacib olmur. Deməli, plazmanın toza çevrilməsi və yenidən bərpa olması. Qan qrupunun uğurlu vacib olunur. Baxırıq bura. Deyir ki, deməli,
Qanın duru və yaxud da plazma hissəsi qan hüceyrələrindən ayrılıb dondurulur. Sonra plazma qurudulur və toza çevrilir. Onu hermetik paketlərə töküb yanına sterilizə olunmuş su da qoyub saxlayırlar. Qana ehtiyac olanda su plazmanın ilkin maye vəziyyətini bərpa edərək ona köçürülmək üçün vəziyyətə gətirilir. Burada qan qrupunun əhəmiyyəti yoxdur. Çünki plazmadan qan hüceyrələri olmur. Odur ki, ondan harada desən, istənilən vəziyyətin xəstənin müalicəsində istifadə etmək olar. Deməli, plazmanın toza çevrilməsi və yenidən bərpa olması nəyə görə əhəmiyyətlidir? Qan qrupunun uyğunluğu vacib olmur. Yəni, belə deyə də, istifadə edə bilirsən daha. İstənilən qan qrupuna istifadə edə bilirsən. Mətnə əsasən hansı fikir yanlışdır? Qan köçürülməsi tibbin inkişafında mühüm rol oynamışdır. Bu doğrudur. Qan qruplarının müəyyən edilməsi qan köçürmənin uğurlu olmasına imkan edir. Bəli. Plazma istənilən xəstəyə qan qrupuna asılı olmayaraq köçürülə bilər. Bəli. Müxtəlif heyvan növlərinin qanları bir-birinə uyğun gəlir və köçürülə bilər. Yanlışdır. Cavab olur D variantı. Eyni heyvan növləri, müxtəlif heyvan növləri bir-birinə uyğun gəlmir. Burada deyir ki, baxın, bu gün biz bilirik ki, bir növdən olan heyvanın qanı başqa növdən olan heyvanı qəbul etmir. Qan zəhərlənmə verir. Cavab olur D variantı. 51. Qan köçürmə prosesində ən ciddi tibbi problem nə olmuşdur? Qan banklarında uzun müddətli saxlanılan qanın keyfiyyətinin aşağı düşməsi. Xeyr. Qan köçürməsinin bəzi xəstələrin gözlərinin tutulması. Xeyr. Qan qruplarının uyğun olmaması səbəbilə orqanizmin mənfi reaksiyalar verməsi. Cavab olur C variantı. 52. Mətnə görə cədvəldəki uyğun fikirləri müəyyən edin. Müxtəlif qan qrupları arasında heç bir uyğunsuzluq yoxdur. İstənilən qan hər kəsə köçürülə bilər. Bu yanlışdır, elə yanlış verir. Deməli, bunu götürürük. Plazmanın tərkibində qan hüceyrələri olmadığı üçün onu istənilən şəxsə köçürmək mümkündür. Bəli, bu da doğrudur. İlk qan köçürmə cəhdləri insan orqanizminin qanın tamamilə dəyişdirmə məqsədi daşıyırdı. Xeyr, belə bir məqsəd yox idi. Qan banklarında saxlanılan plazma əvvəlcə qurudulub toz halına salınır və ehtiyac olduğu su ilə bərpa olunur. Bu doğru fikirdir, amma verib yanlış. Bunu da götürmürük. Cavab olur 1-2-C variantı. Qanın köçürülməsi ideyası yeni deyil. Bunu hansı abzası artırmaq olar? Qan orqanizmin müqavimət gücünü bərpa etmək və yaxud onun qabaqcılını məşğul üçün gərəkdir. Xəstənin venalarına köçürülən 1-2 litr yeni qan onun üçün çox vaxt təzə həyat deməkdir. Yəni, bu zamanı verməyindən bilirik ki, qan köçürülməsinin ideyası yeni deyil. Ona görə o ikinci abzasa uyğun gəlir. Cavab olur B variantı. 54. İnsanlar arasında bəzi qan köçürmələri mənfi nəticələri verməsi, uyğunsuzluq istəyir bizdən. Qan qruplarının qabaqcılının təyin edilməsi. Bu doğrudur, uyğunluqdur. Qan köçürməyə ehtiyac olduqda hər zaman təzə qan tapmaq mümkün olmaması, qan banklarının yaradılması və qanın aşağı temperaturda saxlanması. Bu da əlli yolu, doğrudur. Hər qrupda olan qanın hər insana uyğun gəlməməsi, plazmanın ayrılması və qurudulmuş formada saxlanması, bu da həlli yoldur. Qan köçürməsi üçün təcili qana ehtiyac olduqda donor tapmağın çətinlik yaratması, maarifləndirici sosial layihələrin həyata keçirməsi, belə bir həll yolu yox idi. Cavab olur D variantı. Nöqtələrin yerinə uyğun ifadə yazın. Baxaq nöqtələrə. Deyir ki, qana ehtiyac olanda su plazmanın ilkin maye vəziyyətini bərpa edərək onun köçürülmə üçün hazır vəziyyətə gətirilir. Hazır və yaxud da uyğun, hazır vəziyyətə və yaxud da uyğun vəziyyətə gətirilir. Yazırıq, hazır, uyğun kimi ifadələr. Mətndəki çərçivə daxilində verilmiş ifadənin mənasını izah edin. Çərçivə daxilində verilmiş ifadə müvəffəqiyyətlər əldə olundu. Müvəffəqiyyət, nailiyyət, uğur mənalarında işlənir. Uğur, nailiyyət mənalarında işlənir. Bu qədər. Sağ olun.